Peşə məktəbi diplomlarının Almaniyada tanınmasıyla bağlı gələn çoxsaylı suallara görə bu videonu çəkmək qərarına gəldim. Onu qeyd etmək istəyirəm ki, peşə məktəbi diplomları, kollec və yaxud texnikum diplomlarının Almaniyada tanınması 50-nin 50-yə mümkündür. Yəni bunun təəssüf ki, heç bir internet resurslarında araşdırması mümkün olmadığı üçün bunun qarantiyasını vermək universitet diplomlarına nisbətən mümkün deyil. Yəni bunun ANAVEN kimi hansısa bir data bazası yoxdur. Mütləq şəkildə bu sənədlər hamısı, tələb olunan sənədlərin hamısı, diplomun əlavəsi, əgər bu sahədə peşə təcrübəniz varsa, rəsmi işləmisinizsə və yaxud əmək kitabçasında varsa, bu sənədlərin və digər tələb olunan sənədlər mütləq şəkildə yığılıb Alman dilinə notarial qaydada və yaxud andlı tərcüməsi tərəfindən tərcümə olunmalıdır. Ondan sonra mütləq şəkildə göndərilməlidir həmin mövcud peşə üzrə olan qurumlara. Bu peşələr müxtəlifdir. Hər əyalətin özünün müxtəlif sahələrə görə öz qurumları var. Məsələn, texniki sahələr İHK Forsada tanınır. Kənd təsərrüfatı sahələri Landwirtschaftskammerdə tanınır. Eyni zamanda əl əməyinə uyğun olan peşələr Handwerkskammerdə və s. Tip sahəsində olan diplomlarda eyni zamanda Landesamtlarda və yaxud Gesundheitsamtlarda tanınması mümkündür. Eyni zamanda texniki peşə kollec diplomlarının tanınması üçün standart qiymət də yoxdur. Bunun dövlət rüsumu 200 euro ilə 600 euro aralığında istənilən məbləğ ola bilər. Eyni zamanda bəzi Almaniyada Bundesländlər, yəni əyalətlərdə bəzi texniki peşə sahələri üzrə standart qiymətlər də mövcuddur. Bəzi əyalətlərdə, yəni 350 standart qiymət var, 450 standart qiymət var, amma eyni zamanda da bunun heç cürə mütləq bir qiyməti yoxdur. İndividual tanınma olduğuna görə mütləq şəkildə hər kəsin fərdi tanınmaya görə, sərf olunan zamana görə və tanınma proseduruna görə fərdi qiymət və fərqli hesab faktura təqdim olunur. Bu da 200 və 600 euro aralığında bir məbləğdir. Eyni zamanda bu məbləğ mütləq şəkildə diplomunuzun tanınmasından və yaxud yarı tanınmasından, eyni zamanda da tam tanınmasından asılı olmayaraq mütləq şəkildə əvvəlcədən ödənilməlidir. Yəni diplomunuz tanınsa da, tanınmasa da siz bu məbləği verirsiniz və diplomunuzun tanınması üçün mövcud araşdırma aparılır və yarımı, tammı və yaxud ümumiyyətlə tanınmırmı deyə bir qərar olaraq sizə bildirilir. Diplomunuz əgər tam tanındığı təqdirdə Almaniyaya işçi kimi gəlmə imkanına malik olursunuz. Eyni zamanda əgər yarı tanınma, yəni teilweise Gleichwertigkeit olduğu təqdirdə də Weiterbildungspraktikum çərçivəsində diplomunuza bağlı peşə ilə Almaniyaya gəlmə şansı qazanırsınız və Weiterbildungspraktikum, yəni həmin